Nizami Gəncəvi adına Milli Pedaqoji Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə anlaşma memorandumları imzalayıb. Bu əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatlar və beynəlxalq konferanslar, təhsil və elmi təcrübə mübadiləsi, həmçinin mədəni maarif əlaqələri inkişaf etdirilir. Prezident İlham Əliyev və Prezident Şəfqət Mirziyoyev universitetin həyətində ağac əkdilər. Azərbaycan və Özbəkistanın dövlət başçılarına Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin tarixi və yaradılmış şərait barədə məlumat verildi. 1935-ci ildə Orta Asiya Dövlət Universitetinin Pedaqoji Fakültəsinin bazasında Daşkənd Pedaqoji İnstitutu yaradılıb. 1947-ci ildə təhsil müəssisəsinin adı Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutu olaraq dəyişdirilib. 1998-ci ildən isə institut Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti kimi fəaliyyətini davam etdirib. Universitetin məzunları arasında Özbəkistan ədəbiyyatının, mədəniyyətinin, elminin və ictimai həyatının inkişafına mühüm töhfələr vermiş çoxsaylı görkəmli şəxsiyyətlər var. Universitetin strukturunda 6 ali pedaqoji məktəb, həmçinin bir birgə təhsil ali məktəbi və bir magistratura şöbəsi fəaliyyət göstərir. Burada ümumilikdə 33 kafedra var. Universitetdə kadr hazırlığı bakalavriat üzrə 38, magistratura üzrə isə 31 ixtisas üzrə həyata keçirilir. 730 müəllim və elmi pedaqoji işçinin çalışdığı universitetdə 17 mindən çox tələbə, o cümlədən 6 Azərbaycan vətəndaşı tələbə, magistrant və müstəqil tədqiqatçı kimi təhsil alır. Eyni zamanda burada dünyanın 13 ölkəsindən 250 nəfər təhsilini davam etdirir. Universitetdə beynəlxalq təhsil proqramlarının tətbiqinə də xüsusi yer ayrılır. Təhsil ocağı dünyanın 20 ölkəsindən 15 beynəlxalq təhsil təşkilatı və 127 universitet, həmçinin UNESCO və UNICEF təşkilatları ilə sıx əməkdaşlıq qurub. 12 birgə təhsil proqramı həyata keçirilir. Burada 4 beynəlxalq təhsil və mədəniyyət mərkəzi, Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çin mərkəzləri fəaliyyət göstərir. Ölkəmizlə əməkdaşlıq çərçivəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına bir nömrəli tam orta məktəbin ilk 5 məzunu qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb. Yeni Daşkənd ərazisində 40 hektar sahədə universitetin yeni kampusunun tikintisi həyata keçirilir. Layihə ümumilikdə 20 min nəfərlik tədris korpuslarının, həmçinin 5 min nəfərlik tələbə yataqxanalarının yaradılmasını nəzərdə tutur. Yeni kampusda Nizami Gəncəvi muzeyi və universitetin tarix muzeyləri olacaq. Dövlət başçıları burada təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşüb onlarla söhbət etdilər. Mirza Ulubek məktəbdə oxub gələnlər kim? Sen? Школа номер 1. Ученики, выпускники. Рахмат sizlərə. Yapayaptı mı? Вам нравятся эти условия? Да, очень нравится. Вот мы с Ильхом Гейдаровичем открыли для вас дворец. Вообще это дворец, не университет, а дворец. Похоже на дворец? Да. Вы только должны хорошо учиться, достигать целей, которые мы, два президента, ждем от вас на будущее. Символ нашего братства. И особо благодарность Шавкату Мирамоновичу. И, конечно, за школу имени Улугбека Фузули, как я говорю, первый дар иностранного государства. И за то, что вот память о Низами Генджави так уважительно почитается в Узбекистане. И за новый, конечно, кампус, новое здание. Здесь очень много символики, которая объединяет Узбекистан, Азербайджан, и древний, и современный. И это, в общем-то, символ нашего единства. Что вас всех поздравляю.
Tebrik ederim. Спасибо большое. Assalomu alaykum, hurmatli prezidentim. Yangi ruh, yangi nafasda bunyod etilgan universitetimizga xush kelibsiz. Salom, hurmatli Ozarbayjon Respublikasi prezidenti janob Ilhom Haydaroğlu Aliyev. O'zbekistonga xush kelibsiniz. Universitetimize xush kelibsiniz. Hurmatli prezidentim, ikki xalqning do'stligi, qardoshligi haqida bir she'r yozgan edim. Ruxsat bersangiz shu she'rni aytib bersam. Shodligim zo'rdir otasi, erkalab suygan qizday. Va'damiz bor nizomiyning, ko'ksida yongan so'zday. Porlagaymiz o'zbegimning, manglayida yulduzday. Yurt otasin ishonchiga munosiblik ahdimiz va bu yo'lda safarbardir bor g'ayrat u shaxtimiz. Ozarbayjon, O'zbekiston, bu do'stlik umrlikdir. Cho'rayi bir, urayi bir, gardoshli buyukdir. Bize miras kaldı Nizami'nin hikmetli sözü, mukaddes ilm irfan yolunda irelik edenik, eyni kökten gol budak, atan bir cüt vatenik. Ozarbayjon ve O'zbek tillarida yangi she'riy to'plamim chop etilgan edi. Ruxsat bersangiz, to'yga to'yona bilan deganlaridek shu she'riy to'plamni taqdim etsam. Sağ ol bugün. Bu sen. Müsaade. Maşallah. Kendi şiirleri. Çok sağ olun. Eng katta bizning sizlardan iltimosimiz, samay большая наша просьба, buni qadriga yetib, mana qizimga o'xshab yaxshi o'qishlari kerak. Boshqa bizda у нас больше просьбы нет, чтобы вы были достойными, о чем мы вас мечтаем через 20 лет, 30 лет, 40 лет. Mana shunday ulug' merosga munosib bo'lishlari kerak. Artık 700'ü geçmiş. Ve bu 3 yıl ərzində də bizim xeyri uğurlara uzatmışam. İlk öncə salam cənab prezidentlər, mən Həcər Mahmudova, Füzuli şəhəri Müzəffərdə bir illəri məktəbi direktoruyam. Və 3 il öncə 23 avqust 2023-cü il tarixdə Füzulidə məktəbimizin açılışı Azərbaycan, Özbəkistan qardaşlığının, dostluğunun gözəl bir rəmzini çevrildi. Məktəbimiz indi iki qardaş xalqı birləşdirən canlı bir köprüdür. Və bizim məktəblə Özbəkistan məktəbləri arasında əməkdaşlıq, dostluq əlaqələri vardır. Bu əlaqələr çərçivəsində ötən ay Nizami adına Milli Pedaqoji Universitetinin rəhbərliyi Füzulidə bizim məktəbdə qonaq oldular. Və görüşün davamı olaraq da müəllimlərimizin peşəkar inkişafını artırmaq məqsədi bizi buraya daşıyanda dəvət etdilər. Artıq bir neçə gündür müəllimlərimiz burada universitet tərəfindən təşkil olunan müasir təlim metodları, rəqəmsal bacarıqlar, 21-ci əsr müəllimi üçün vacib olan faydalı təlimlərdə iştirak edirlər. Əməkdaşlığımızın eyni zamanda uğurlu nəticələrindən biri də odur ki, məzunlarımızın 20%-i bu universitetə qəbul olmuşdur. Onlardan 5 nəfəri də universitet tərəfindən təqdim olunan qrant əsasında təhsil alacaq ki, buna görə də universitetə təşəkkür edirəm. Və inanırım, indi hal-hazırda bizim 6 nəfərimizdir, onlardan indi 5 amma yenə də arzu edənlər var. Magistr, doktorantura təhsili arzu edənlər var, müraciətlər var. İndi yavaş-yavaş onlar da qaydasına düşəcək. Nümayəndə olaraq Əli buradadır, hamısı əslində burada olmaq istəyərdilər, bəli. Və inanırıq ki, bu dostluq, əməkdaşlıq gələcəkdə daha böyük uğurlara yol açacaq. Fürsətdən istifadə edərək mən siz, hörmətli prezidentlər, cənab İlham Əliyevə və cənab Şəfqət Mirzəyevə Azərbaycan, Özbəkistan qardaşlığını və təhsil istiqamətinin münasibətlərin möhkəmləndirilməsində verdiyiniz böyük dəstəyə görə öz adımdan, kollektivim adından səmimi minnətdarlığımı bildirim. Bu Azərbaycan, Özbəkistan qardaşlığı daim yaşasın. Diqqətinizə görə təşəkkür edirəm. Rahmat, teşekkürler, uğurlar, can sağlığı, Спасибо большое. hoşbəxtlik,